Salam hörmətli valideynlər. Bugün mən sizə rəqəmsal məktəb platformasında övladlarımızın həftəlik dərs cədvəllərini, dərsdə iştirak edib etməməyini, qayıblarını və həmçinin KSG, BSG qiymətləri haqqında məlumatı necə əldə etməyi izah edəcəm. İlk öncə biz Sima proqramı vasitəsilə digital.edu.az saytında qeydiyyatdan keçirik. Bundan sonra rəqəmsal məktəb platformasına daxil olmaq üçün valideyn bölməsinə daxil oluruq. Bu zaman açılan pəncərədə biz digər üsullar bölməsini seçirik. Siz Sima proqramından qeydiyyatdan keçmişsinizsə, Sima proqramını seçəcəksiniz. Yox, identifikasiya nömrəsi ilə, yəni şəxsiyyət vəsiqənizin FIN kodu ilə qeydiyyatdan keçmişsinizsə, həmən bölməni seçəcəksiniz və bu zaman sizin şəxsiyyət vəsiqənizin FIN kodu və səhifəyə qoyduğunuz şifrə gələcəkdir. Daxil ol edirik və səhifəmizə daxil oluruq. Səhifəyə daxil olduqdan sonra gördüyünüz kimi övladınızın artıq adı, soyadı, əgər məktəbdə bir neçə evladınız oxuyursa, bu ox işarəsi ilə siz digər övladlarınızın da ad soyadını görüb və üzərində vuraraq onun səhifəsinə daxil ola bilərsiniz. Bundan əlavə, gördüyünüz kimi qarşımızdakı menyuda direktor ilə əlaqə saxla, yəni direktora hər hansısa bir müraciətiniz, sualınız varsa bu bölmədən istifadə edərsiniz. Bundan sonra gündəlik, yəni həftənin gündəliyi. Bu həftə ərzində övladımızın neçə saat dərsi var və hansı dərslərdir? Bunlarla tanış ola bilirik. Gördüyünüz kimi burada dərs saatlarıdır. Burada isə həftənin günüdür. Birinci gün, birinci saat, ikinci saat, üçüncü saat, dördüncü saat, beşinci saat, altıncı saat və yedinci saat. Və yaxud da digər günlərdə neçə saat dərs varsa biz bunu görürük. Biz bunu həftəlik də görə bilirik, gündəlik olaraq da görə bilirik. Məsələn, bugün 26 noyabr, birinci saat musiqi dərsi var və biz burada müəllimənin adını görürük. Əgər müəllimə mövzu veribsə, burada mövzu görünəcək, burada qiymətləndirilmə görəcəkdir. Burada şərh bölməsində şagird haqqında hər hansısa bir müəllimə məlumat yazıbsa, şərh bölməsində onu görəcəyik. Bundan sonra, əgər bizim övladımız indi bugünkü həftədə övladın heç bir qiymət almadığına görə və yaxud da heç bir qaybı olmadığına görə xanalar gördüyünüz kimi boşdur. Mən sizə digər həftələrdə nümunə göstərəcəm. Gördüyünüz kimi digər həftədə riyaziyyat dərsindən övladım dərsdə iştirak edib, yəni ki, sual-cavabda iştirak edib və bu zaman müəllim onun sual-cavabda iştirak etdiyinə görə İE, yəni iştirak edib olaraq qiymətləndiribdir. Siz artıq gündəliyə necə baxacağınızı və uşaqlarınız haqqında məlumatı necə alacağınızı bildiniz. İndi mən sizə demək, övladınızın qiymətlər bölməsini izah etmək istəyirəm. Bu zaman menyuda biz qiymətlər bölməsinə giririk. Qiymətləndirmə nəticələri. Gördüyünüz kimi artıq birinci KSG yazılıbdır. Azərbaycan dili 65 bal. Biz burada bu siyahıda gördüyümüz qiymətləri əlavə olaraq qiymətləndirmə blankı kimi görə bilərik, əldə edə bilərik. Bu zaman biz övladımız haqqında, qiymətləri haqqında məlumatı yüklə bölməsinə yükləyirik və sonra yüklənmiş faylı açırıq. Qiymətləndirmə blankı. Burada gördüyünüz kimi artıq evladınız hansı KSG-lərdə iştirak edib və qiymətləndirilibdir. Artıq onlar burada əks olunur. Demək, illik qiymətlər aşağı faiz göstərə bilər. Siz bundan narahat olmayın. Nəyə görə? Çünki illik qiymət 5 KSG-nin və 1 BSG tam yazıldıqdan sonra yekun olaraq ortalama bal çıxarır. Bunun üçün hal-hazırda bizim uşaq 1 KSG yazdığı üçün, yəni birinci KSG-lərdə iştirak etdiyi üçün ortalama bal aşağı göstərişdədir.
onun digər kesiqləri yazdıqdan sonra və BSG-ni yazdıqdan sonra ortalama balı toplanaraq artacaq. Sizdə də həmçinin bu qaydada olacaq sizin evladlarınız üçün. Ümid edirəm ki, elektron jurnal vasitəsilə evladınızın gündəliyini, gündəlik dərsdə iştirak etdiyini və KSG, BSG qiymətlərini necə əldə edəcəyinizi sizə izah edə bildim. Bu qədər. Çox sağ olun.